Yeləni Kəlağayı kolleksiyasının təqdimat mərasimi qədim memarlıq ruhu ilə müasir sənətin qovuşduğu xüsusi atmosferdə baş tutub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edənlər qeyd ediblər ki, Kəlağayı Azərbaycan qadınının zərifliyini, mənəviyyatını və milli kimliyini özündə əks etdirən ən dəyərli irs nümunələrindən biridir. Vurğulanıb ki, kolleksiya milli mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təqdim olunan Yeləni kolleksiyasında istifadə olunan naxışlar, rəng çalarları və motivlər xalqımızın qədim ənənələrini, zəngin mədəni ruhunu özündə yaşadır. Bildirilib ki, kolleksiya Əcəmi Naxçıvani Memarlıq Məktəbinin incə ornamentlərindən ilhamlanaraq hazırlanıb və milli dəyərlərin müasir sənət dili ilə ifadəsini özündə əks etdirir. Milli ornamentlərlə zəngin kolleksiya iştirakçılar tərəfindən maraqla qarşılanıb, qədim sənətə müasir baxışın uğurlu nümunəsi kimi dəyərləndirilib. Naxçıvan Mədəniyyət Nazirliyinin dəstəyi ilə bugün burada Yeləni Kəlağayı brendinə məxsus Kəlağayların təqdimatı baş tutur. İlk dəfə olaraq Türk qızı, Oğuz boyu və Səmadlı unikal Kəlağaylar, eləcə də indiyədək heç yerdə nümayiş etdirilməyən digər əl işləri sərgilənir. Belə qərar aldım ki, Azərbaycan tarixin və Azərbaycan ipəyin birləşdirməyi, Azərbaycan ipəyin üzərində Azərbaycanın gözəl memarlığın, qədmidə qalan butalarımızı, o butalar ki, hələ də istifadə olunmuyubdur və bilirsiniz, çünki Kəlağayı tək naxış deyil və tək rəng deyil. Onların ikisinin birləşməsindən bir Kəlağayı yaranır və yenidən Azərbaycan butaların bərpa etdim. Əsir, bəlkə də əsir deyərəm ki, o butalar istifadə olunmurdu. Türk motivlərindən artıq istifadə edərək Azərbaycan memarlığından, tarixindən Yeləni brendi yaratdı və o brendin kompozisiyasında Möminə xatun, bugünləri biz onun Naxçıvanda təqdimatını keçirdik. Deməli, mən bu kolleksiyada xalça ornamentlərini öz üzərimdə daşıyırdım. Beləliklə, qədim xalça ornamentlərinin müasir dövründən təzahürü və müasir dövrdə də bu kolleksiyanın necə istifadə oluna biləcəyi onunla bağlı idi. Bugün Naxçıvanda Yeləni kolleksiyası keçirildi və mən də bu kolleksiyada yer aldım. Gördüyünüz kimi Həcər obrazını aldım, götürdüm. Çox maraqlıydı, sevdim. Üzərimdəki sümbül buta Kəlağayısıdır. Bu tariximizin və mədəniyyətimizin bir yerdə birləşib ortaya qoyduğu bir Kəlağayıdır. Və mən bu festivalda çıxış etdiyim üçün çox şanslıyam. Çox xoş oldu mənim üçün burada çıxış etmək. Təqdimat milli musiqi fonunda kolleksiyanın nümayişi ilə davam edib. Ağqoyunlu dövrünə aid tarixi abidələrin üzərindəki motivləri əks etdirir. Pərvin Səfərzadə, xanım Rüstəmzadə, Rafət Kərimov, NTV Xəbər. Həcər kompozisiyası. Qaçaq Nəblinin həyat yoldaşı Həcərə həsr olunmuşdu. Kompozisiyanın üzəri qədim türk motivləri və Azərbaycan incəsənətinin ayrılmaz hissəsi olan buta naxışları ilə bəzədilmişdir.